Burada demək olar ki, həqiqətən də qiymətinin haqqını verən, yerləşmə yeri ideal, təmirə söz ola bilməz. Bu gözəl evimizin təqdimatındayım, dəyərli izləyicilərimiz. O ki deyirdik ki, evin hər bir yan tərəfinə keçmək olsun. İlk öncə onları göstərim qoy. Yan tərəfinə rahat şəkildə 2 metr məsafə. Həyətə daxil olan avtomobil qapısı gördüyünüz kimi bu cürlə hasarlarına rəsmlər işlənilib. Həyətində söhbətgah, belə bir gözəl şəlaləsi var. Dəyərli izləyicilərimiz, baxın, belə bir gözəl şəlalə yerləşir. Bulağı var, hələtdə bulağı da var, mövcuddur, gözəl bir şəlalədir. Oturmaq üçün də bu hissədə əlavə ərazisi var və evin digər yan tərəfinə də keçmək olur. Cüt daşdan inşa olunub fundament kəmər və yan tərəfin nəzir zəmisi də var ki, alt hissəsinə rahat şəkildə keçə bilərsiniz, hörmətli izləyicilərimiz. Daxil olaq evimizin iç sahəsinin təqdimatına. Həqiqətən gözəl evdir. Yerləşmə yeri ideal ərazi, təmirə, tikintiyə söz ola bilməz. Bu hissədə kombi üçün yaranıb, kamyonlar hər birisi yaxınlığındadır. Kupçalı evdir ki, dövlət ipotekasına da yararlıdır. Bizi belə bir gözəl dəhliz qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsilə pilləkənlərin gizli işıqlarına kimi hər birisi quraşdırılıb. Evdə sadəcə təmirin təmizlənmə işi qalıb. Yəni evin ümumilikdə təmizlik işi qalıb. Qranit metal gördüyünüz hissələr hər birisi istipoldan təchiz olunur. Sizə bir belə gözəlliyi göstərəcəm. Vitraj pəncərə birbaşa söhbətgaha şəlaləyə baxır. 10 metr uzunluğunda. Yəni baxaq bu gün satışda hansı bir evdə 10 metr uzunluğunda qonaq otağı var. Qonaq otağının ucu bucağı yoxdur. 10 metr uzunluğunda 4 metr enində 40 kvadrat qonaq otağımızın sahəsi var. Heç bir evdə, ikinci bir evdə bu genişliyində qonaq otağı mümkün deyil. Baxın, bu genişlik, tavanlı figurlar, sport işıqlar bəzədilib. Həqiqətən tərifə layiq evdir. Bəzi, üzr istəyirəm, ağzı göyçəklər yazacaq ki, ay tərifləmə belədir. Bəli, tərifə layiq evi tərifləyərlər. Mətbəxdir, gördüyünüz kimi istipoldan təchiz olunub, bütün kameralar mətbəxdə mövcuddur. Mebel arasında işlənib, tavandan yana figurlar, sport işıqlardan bəzədilib. Burada yerləşir sanitar qovşaq. Qalxaq ikinci mərtəbənin təqdimatına. Hörmətli izləyicilərimiz, bir daha xatırladım, kupçalı evli cütdaşdan inşa olunub, mərtəbə arası monolibeton fundamentlə kimi mövcuddur. İkinci mərtəbədə bölgü dəhliz vasitəsindən aparılır. Bu hissədən eyvana çıxışıdır. Baxın, bu hissədən eyvana çıxışı var. Öz həyətyanı sahəsinə baxır. Yerləşmə yeri Abşeron rayonu Masazır qəsəbəsi. 6 nömrəli məktəbin tam yaxınlığında marşrut xəttindən 100 metrə məsafəsi var. Bura yataq otağından birincisi. Evdə hal-hazırda təmizlik işləri aparılır. Bura digər yataq otağı. Bura isə sonuncu yataq otağıdır. Kupçalı evli dövlət ipotekasına yararlıdır, daxili kredit yoxdur. Pəncərə kənarından da bildirirsiniz. Sanitar qovşağı belə cütdaşdan inşa olunub. Əlaqə nömrəmiz 051 635 17 97 nömrəmizə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. Evimizin start və qiyməti 115 min manata təklif olunur. Real müştərilərlə razılaşmaq olacaq.